hansı nağılı bilirsiniz? Nağıl da əslində bir əfsanədir. Ki bir insan olur, onun bir xülyası, bir arzusu olur. Dənizi heç vaxt görməyib, amma yatdığı zaman yuxuda dənizi görürmüş. Və dəniz tapmaq amacı ilə, həvəsi ilə yola çıxırmış. Lakin hər dəfə müəyyən maneələrlə üzləşirmiş. Sonunda o gəlib o dənizi görür həyatının son məqamında və başa düşür ki, əslində daha da əvvəl ora çata bilərdi. Əgər digər məsələlərə, digər hadisələrə o qədər önəm verməsəydi və öz arzusunun dalınca təkidlə getsəydi. Cırtdan nağılıdır. Nənə gətirir, yağ verir falan belə bir şey də deyəsən tam yadımda qalmayıb. Qısa danışa bilərsiniz, nə yadınızda qalıb? Yadımdadır ki, nənə yağ yaxması verirdi cırtdanın dostlarına. Sonra orada bir epizod var idi ki, işıqlı tərəf yoxsa itirən tərəf. Orada deyəsən işıqlı tərəfə getmişdilər. Cırtdan hamının bildiyi cırtdan istəyir. İşıq gələn tərəfə gedir yoxsa itirən tərəfə gedir. Bu qalıb yanında. Nənə turbu çarpmaq istəyir, çıxardan babanı çağırır. Bir yerdə dartırlar. Sonra iti çağırırlar. Yenə dartırlar, çıxardanmırlar. Sonra pişiyi çağırırlar. Yenə dartırlar, çıxardanmırlar. Sonra sıçan gəlir, dartırlar, çıxartırlar.